Salam dostlar. Dostlar, adım Cəbrayıldır. Peşəkar mühasibəm. 25 ilə yaxın iş təcrübəm var. Onun biri 10 ilini baş mühasib kimi fəaliyyət göstərmişəm. İstehsalat, tikinti, satış, ən çox da tip sahəsində fəaliyyətim olubdur. Bugünkü gündə də mən bir peşəkar mühasib kimi gördüm ki, zərurət yaranır. Bundan irəli gələrək proqram hazırladım. Həmən proqramı da tətbiq edirəm. Tədrisini həyata keçirirəm. Ancaq bugün sizlə keçən dərs bir dənə muzlu məsələ həll etdik. Bugün isə sahibkarlıq və bir qeyri-sahibkarlıq. PMS, yəni peşəkar mühasibə sertifikatında düşən bir 10 ballıq məsələni həll edəcəyik. Öncə müəyyən qədər öz real praktiki təlimatlarımla bağlı sizi tanış edəcəm. Dostlar, yəni mən peşəkar mühasibə sertifikatı üzrə təlimçi deyiləm. Onu bir daha nəzərinizə çatdırmaq istəyirəm. Bu peşəkar mühasib kimi praktiki təlimləri mən nədən irəli gəldi ki, mən buna başladım. Mən gördüm ki, tələbat həddən artıq çoxdur. Yəni ki, belə deyim də, bir mühasib başdan bir də göstərirəm. Dostlar, görün ki, bir mühasib tutaq ki, hansı bir sahədə əmək haqqı üzrə mühasibdir, əmək haqqı sahəsində işləyir. Bir digəri materialın buxaltır deyirlər, mal material üzrə mühasibdir. Bir digəri tutaq ki, xaricdən mallar ithal edirlər, onun kalkulyasiyasını işləyir. Bir digəri tutaq ki, xəzinədə işləyir, ancaq onu bilir. Belə müxtəlif misallar gətirmək olar. Ancaq mən öz təlimimdə mühasib olmaq, yəni mühasib işləyən hər bir mühasib olmaq istəyən hər bir kəsin arzusudur ki, o mühasibatı tam şəkildə bilsin. Tutaq ki, hansısa bir müəssisənin, balaca da olsa bir müəssisənin mühasibatı işini götürsün, tam sərbəst surətdə hesabatlarını təqdim eləsin. Mən də elə bir struktur tutmuşam ki, o üzrə təlim keçirim. Bir də dostlar, BC 803 proqramı üzrə də təlim keçirəm. Onunla da qısa sizi tanış edəcəm. Slaydları göstərəcəm. İnşallah bugün sizlə sahibkarlıq və qeyri-sahibkarlıq üzrə bir dənə peşəkar mühasibə sertifikatı üzrə PMS məsələsini həll edəcəyik. Keçirik dostlar. Bu öncədən özüm həll eləmişəm məsələn ki, onsuz izahatını verəcəm. Çox sizin də çox vaxtınızı almayayım. Fikrimi də əhatəli surətdə çatdıra bilim. Deməli dostlar, deyir ki, orta sahibkarlıq subyekti olan fərdi sahibkar cari ildə sahibkarlıq fəaliyyəti ilə bağlı malların təqdim edilməsindən gəlir 180 min manat. Xidmətlərin göstərilməsindən 250 min manat olmuşdur. Bunu qeyd edirəm. $180.000, 250.000. Yəni bu hissələrə də bir balaca vaxt ayırmaq istəyirəm. Ümumi gəlirlər, yəni vergi tutma obyektini təşkil edir. Gəlirdən çıxılmaları da indi məsələn həll edəcəksə də göstərəcəm. Bunlar birlikdə vergi tutma bazasını təşkil edir. Vergi tutma bazasını, yəni ki, vergilər ödəməli olan verginin adından da göstərir. Vergi tutma bazası buradan yaranır. Yəni ümumi gəlirdən çıxan xərclər vergi tutma bazamıza əmələ gəlir. Bu arada da qısa məlumat vermək istəyirəm.
12.200. Yəni bildiyimiz kimi hər bir müəssisə il sonunda növbəti ilin mart ayının 31-nə kimi mənfəət vergisi bəyannnaməsi və yaxud da ki, hansısa bir hesabatı sadələşmiş vergi ödəyicisi olsa belə gəlir vergisi bəyannnaməsi təqdim edir. Deməli, hər bir mənfəət vergisi bəyannaməsini təqdim edən sahibkarın üzərində belə bir öhdəlik olur. O, növbəti ilə keçəndə ya 151-in birinci maddəsi avtomatik seçilir, ya da 151-in ikinci maddəsini seçir. 151-in biri o deməkdir ki, əvvəlki ildə görürsünüzmü 48.800 manatlıq mənfəəti oldu ki, onun 1/4 qədər hər rüb ərzində şəxsi hesab vərəqəsinə düşür. Bu rəqəmlər hər rüb ərzində düşür. Şəxsi hesab vərəqəsinə düşür. Yəni müasib işləyən yoldaşlar bunu bilirlər. Bunu da ödənişini edirsən. Yəni bu məcburiyyətdir. Hər il səhv eləmirəmsə martın 15-nə kimi seçim eləməlisən. Sən 151-in birini seçirsən, yoxsa belə 151-in ikisini seçirsən, yoxsa 151-in biri avtomatik tətbiq olunur. Bəzi məsələlər var ki, mən öz praktikamda da görmüşəm ki, 151-in biri sərf etmir. Nəyə görə? Çünki əvvəlki ildə dövriyyəsi olubdu, normal işləyib, ancaq bu ildən onun dövriyyəsi zəifləyib, məcbur olaraq keçən ilin 151-ə görə ödəniş eləyir. Amma halbuki 151-2 daha sərf edilir. Yəni toplamda belə deyim də, toplamda ilin sonunda 151-in biri də olsa, artıq ödəmən də olsa, şəxsi vərəqəndə artıq ödəmə kimi göstərilir. Ancaq ki, hər bir sahibkar istəyir ki, artıq ödəniş eləməsin də, real nə qədər dövriyyəsi olubsa, ona uyğun 151-in ikisinə ödəniş eləsin. Keçirik dostlar. Deyir ki, həmçinin xarici ölkədə olan sahibkarlıqla bağlı bank hesabındakı valyuta ehtiyatlarına görə 4.000 manat müsbət məzənnə fərqindən gəliri olmuşdur. 4.000-i də qeyd edirik. Getdik. Sonra deyir ki, ilin əvvəlinə qalıq dəyəri 70.000 manat. Baxın dostlar, bu mörtəzə içində 6 xətt olanları mən qeyd eləmişəm. Bunlar sizin qarşınıza çıxmayacaq. Əvvəlki ilində qalıq dəyəri 70.000 manat olan sahibkarlıq fəaliyyətində istifadə etdiyi avadanlıq 82.000 manata təqdim edilmişdir. Burada da təqdim etməyə yazırıq 82.000. Rəngləyirəm. 70.000 də həmən təqdim etdiyi malın maya dəyəridir. Yəni bizim burada gəlirimiz desək 82.000-dən 70.000 arasında olan fərq bizim gəlirimizdir. 12.000 manat. Sonra əlavə olaraq hesabat ilində sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına görə 300.000 manat gəliri olmuşdur. 300.000-i də yazıram gəlirəm. Bu barədə yüngülvari bir izahat da vermək istəyirəm dostlar. Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması deyəndə bir misal çəkmək istəyirəm buna. Tutaq ki, mən bir şirniyyat evi açmışam, fəaliyyətə başlamaq istəyirəm. Mənim qonşuluğumda, yaxınlığımda da başqa bir şirniyyat evi var ki, məndən əvvəl fəaliyyət göstərir. O da ölçüb biçir ki, mən ona konkurent olsam, onun işi zəifləyəcək, nəsə bir problemlər çıxmasın deyə gəlir mənə təklif edir ki, mən sizə 300.000 manat təklif edirəm ki, siz sahibkarlıq fəaliyyətinizi məhdudlaşdırasınız. Yəni burada fəaliyyət göstərməyəsiniz. Mən də ölçürəm, biçirəm, görürəm ki, mənə sərf edir, 300.000 də az məbləğ deyil. Niyə də olmasın ki, zaten bundan öncə başqa yerlərdə baxmışdım. Onlardan hər hansı birini seçib gedib orada fəaliyyət göstərə bilərəm. Dostlar, bu var izahat verdim. Sonra deyir ki, eyni zamanda əvvəlki illərdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar gəlirdən ümidsiz borc olaraq çıxdığı 9.000 manat debitor borc ödənilmişdir. Baxın dostlar,
sahibkar olan hər bir kəsbin qarşısına çıxır. 99% çıxır ki, onun ya problem müştərisi olur, ya elə müştəri olur ki, onun problemi deyil, müəyyən obyektiv səbəblər ucbatından fəaliyyəti zəifləyir. Bir də üzr istəyirəm. Elvin, mən dərsdəyəm quzum, mən sən yığacam da. Tamam. Üzr sayın dostlar. Sonra deyir ki ümidsiz borcdaydıq. Ümidsiz borc o deməkdir ki 9000 manat ümidsiz borc o deməkdir ki dostlar. Bu səbəbdən biz həmən Vergilər Nazirliyinə ərizə yazırıq. Müraciətimizdə göstərdik ki bizim ümidsiz borc hesab elədiyimiz müştərinin ödənişini biz xərcə yazırıq. Xərcə yazırıq da göstəririk. Ondan sonra elə olur ki, bu müştəri bizə ödəniş etməli olur. Biz nə vaxt ödəniş edirik, onda da biz gəlir kimi göstərməliyik. Sonra dostlar deyir ki, həmçinin gəlirdən çıxılmış xərclərinin kompensasiya edilməsi məqsədi ilə fərdi sahibkara dövlət tərəfindən cari ildə 14.000 manat məbləğində subsidiya verilmişdir. Vergi məcəlləsi 102.1.11-ci maddə. Burada da izahat vermək istəyirəm dostlar. 14.000-i gəlir kimi qeyd edirəm. Bir də tövsiyə edirəm ki, siz vergi məcəlləsi kitabını yoxunuzsa alıb oxuyasınız. Bizim çox dəyərli müəllimimiz, baxın dostlar, Tural Abbasovun belə bir kitabı var. Burada əhatəli şəkildə hər bir detalları toxunubdur. Alıb oxuya bilərsiniz. Deməli, bu maddə 102.1.11-ci maddə nə deyir? Bu maddə onu deyir ki, dostlar, əgər sahibkar kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar götürmüşdürsə subsidiyanı, o azad olacaqdır. Burada baxın, bu gəlirdən çıxılmanın xərclər hissəsində yazacaqdır. Bu sahibkardır, sahibkarın fəaliyyəti ilə bağlı götürübdür məbləğ, ona görə azad olmağı yoxdur. Sonra deyir ki, dostlar, sahibkarın hesabat dövrü ərzində təqdim etdiyi malların maya dəyəri 130.000 manat. Malların maya dəyəri 130.000 manat olmuşdur. Yazırıq bura. Sonra deyir ki, norma daxilində, baxın dostlar, norma daxilində amortizasiya təmir xərcləri 54.000 manat. Norma daxilində 54.000. Bunun üstündə də biraz dayanmaq istəyirəm. Norma daxilində 54.000. Təmir xərcləri, baxın, binalar, tikilər və qurğularda 2%-dir. Maşın və avadanlıqlarda 5%-dir. Nəqliyyat vasitələrində 5%-dir. Yük avtomobillərində 8%-dir. Digər əsas vəsaitlər 3%-dir və s. Bu norma daxilində bu o deməkdir ki, 54.000 təmir xərcinə görə, baxın dostlar, 54.000-i bölürük 2%-ə. Deməli, 2.700.000 manat olubdur ki, o norma daxilində təmir xərci 54.000 manat gəlib təşkil edibdir. Sonra dostlar, bir də bununla bağlı bir dənə misal çəkmək istəyirəm. Əgər norma daxilində yox, normadan artıq olmuş olsa desəydi, əsasən də mənfəət vergisi bəyannaməsində normadan artıq deyəndə biz mühasiblər bilirik ki, biz onu kapitallaşdırırıq. Əsas vəsaitin normadan artıq təmir xərcində normadan artıq olan hissəsini kapitallaşdırıb əsas vəsaitin üzərinə gəlirik. Düzdür, burada biz istəmir. Bundan bu məsələ biz istəmir onu. Burası izahat verirəm ki, kapitallaşdırıb gəlirik həmən mal üzərinə. Ondan sonra onu amortizasiya edirik. Amortizasiya dərəcələrdə
tutaq ki, maşın və avadanlıqdırsa orada 25%-dir. Binalar, tikilər və qurğulardırsa orada 8%-dir. Belə bu formada amortizasiya edirik. Sonra dostlar, deyir ki, işçilərin əmək haqqı xərci 116.000 manat olmuşdur. Xərcə 116.000 də yazdıq. $116.000 manat xərcimizi də yazdıq. Əmək haqqı xərci. Ümumi gəlirdən çıxımları yazdıq. Sonra deyir ki, il ərzində normadan 50 manat artıq olmaqla 200 manat nümayəndəlik xərci çəkilmişdir. Normadan 50 manat artıq, deməli, bu 150 manat olubdur ki, onun normadan artıq olan hissəsi gəlib 150 manat, 200 manat nümayəndəlik xərci təşkil edib. Ona görə də 150 manatı da yenə daxil olmaya yazırıq. Sonra dostlar, onu da qeyd edək. Sonra deyir ki, cari il üzrə sahibkarlıq fəaliyyətində istifadə edilən əmlaklar üzrə 2000 manat əmlak vergisi hesaplanmışdır. 2000 manat əmlak vergisini yazmışıq bura. Ondan sonra deyir ki, lakin 1500 manat ödəniş edilmişdir. Bu bizi çaşdırmaq üçün dostlar, bu 1500 manat ödəniş. Biz axı hesablama metodundan işləyirik. Zaten 1500 manatı biz 2000 manatı xərcə yazmışıq. O 1500 manata burada ehtiyac yoxdur. Ona görə də biz onu heç bir yerə qeyd eləmirik. Sonra deyir ki, həmçinin 4 il əvvəl yaranmış və sonraki illərdə kompensasiya edilmiş zərər məbləği 3400 manat təşkil edir. Fərdi sahibkarlarda kompensasiya o halda xərcə yazılır ki, baxın burada da qeyd eləmişəm, çıxıla bilməz. Çünki zərər fiziki şəxslərdə ancaq 3 il ərzində kompensasiya edilə bilər. Ancaq burada isə 4 ildir. Ona görə biz onu heç bir yerə qeyd eləmirik. Kimini də burada qeyd edirik dostlar. Burada biz bu məsələni sonra deyir ki, mən bunun izahatını vermişdim. Ona görə bir təkrar qayda izahat vermək istəmirəm dostlar. Bu 12.200-ə. Fərdi sahibkar hesabat ilinin hər rübü üzrə 12.200 manat cari vergi ödənişi həyata keçirmişdir. 12.200 də vururam. Hər rübü üzrə 12.200 isə bu 4 rübü üzrə 48.800 manat eləyir. İndi isə biz qeyri-sahibkarlıq hissəyə keçid edəcəyik. Qeyri-sahibkarlıq hissəyə keçid eləməmişdən öncə bəzi xatırlamalar vermək istəyirdim dostlar. Məsəl üçün, vergi ödəyicisi vergi orqanlarında uçotda olmayan fiziki şəxsə hansısa bir obyektini icazə verirsə, onda özü bəyan edir. Özü bəyan edir, ÖMV-sini də özü ödəyir. Məsəl üçün, vergi həmən fərdi sahibkar vergi orqanlarında uçotda olan sahibkara icarəyə verirsə obyekti, onda qarşı tərəf vergi orqanlarında uçotda olduğuna görə o özü bəyan eləməyəcək, qarşı tərəf bəyan edəcək. Yəni ki, bu iki hissə vergi tutma bazası hesab olunur. Vergi tutma bazası da formalaşır. Bu dediyim səbəblərdən. Bu iki hissə, yəni ÖMV hissə qarşı tərəfin vergi orqanlarında uçotdadırsa, vöyn varsa bu hissəyə, burada bu hissə yazılır. Vergi tutma bazası bu hissə yazılır. Ancaq ki, qarşı tərəfin vöyn yoxdursa, o zaman vergi ödəyici tərəfinin özü təqdim edir. İndi qısa izahatını verdim.
birbaşa keçirəm məsələnin həllinə. Deyir ki, əlavə olaraq fərdi sahibkar özünə məxsus yaşayış sahəsinin vergi orqanlarında uçotda olmayan fiziki şəxsə kirayə verilməsindən il ərzində 1500 manat, 1500 manat oraya yazıram. Vergi tutma obyektinə yazıram. Ondan sonra vergi tutma bazasına da yazıram. 1500 vuraq 10%. Bildiyimiz kimi kirayə də 10%dir, icarə də 14%dir, royalty də 14%dir, dividend də 5%dir. Bu faiz dərəcələrini mütləq bilməliyik. Ondan sonra deyir ki, və digər hissəsini rezident müəssisəyə icarə verilməsinə 4300 manat faktiki icarə gəliri olmuşdur. Burada 4300 manat faktiki, harda faktiki sözü gördüksə bunu qrosat eləmək lazım. Deməli, burada ümumi tutulduqdan sonra olan məbləğdə bunun vergi tutma obyektini tapmaq üçün 4300'ü bölürük 0.86'ya. Deməli 5000 vergi tutma obyekti 5000 manat olubdu ki, ondan sonra ümumi tutulduqdan sonra olubdu 4300 manat. 5000'i eyni zamanda burada yazarıq. Bu izahatını verdiyimə görə təkrar qayıtmıram. Bu hissəyə də yazırıq. 5000 vuraq 14%. Ondan sonra şəxs ədəvi ödəyicisi olan və topdan ticarət fəaliyyətini həyata keçirən rezident müəssisədə payçı kimi iştirakdan 1805 manat faktiki dividend gəliri əldə etmişdir. Burada da yenə qrosat eləyirik. Görək bunun vergi tutma obyekti nə qədərdir ki, o vergi tutulandan sonra gəlib 1805 manat olubdur. Baxın, 1805'i bölürüm 0.95'e. Deməli 1900 vergi tutma obyekti 1900 manat təşkil edir. Eyni zamanda da 1900'ü biz burada yazırıq. Və vergi tutma bazası olan hissədə yazırıq. 1900 vur 5%. Dividendlər 5%'dir. Sonra cari ildə fərdi sahibkarı əmisi tərəfindən 10.000 manat dəyərində vergi məcəlləsi 102.1.3.215 bu maddəni oxuyarsınız dostlar. Kimdi bilənlər bilir, bilməyənlər də bu maddəni oxusun, biləcəkdir ki, əgər vergi ödəyicisinə ailə üzvü tərəfindən hədiyyə verilirsə, onda tam azaddır. Ömürlüyə cəlb olunmur. O ailə üzvləri siyahısında bilmək mütləqdir. Ailə üzvləri siyahısını biz biləndən sonra deməli 10.000'də həm də azad olmaya yazdım. Ondan sonra nə deyir? Deyir ki, dayısı oğlu tərəfindən isə 8000 manat dəyərində hədiyyə verilmişdir. Ailə üzv deyil. Göz vergi məcəlləsi 102.1.3.1-ci maddə. Bu maddəni inşallah oxuyarıq. Deməli, dayısı oğlu ailə üzvü olmadığına görə bu vergi məcəlləsinin bu maddəsində göstərdiyi kimi 2500 manat burada azad olma var. Baxın, 2500'ə azad olmaya yazırıq. Vergi tutma obyektinə də yazırıq. Bunun vergi tutma bazası olacaqdır. Dostlar, baxın, özü bəyan edəcək. 8000 çıxaq 2500. 5500 vuraq 14%. 770 manat. Ondan sonra deyir ki, ölkə xaricində
ölkələr arası idman yarışında iştirak etmiş, yer tutmuş və bu səbəbdən ona Bakı Cüdo Peşəkarları Klubu tərəfindən 3000 manat hesablanmış və verilmiş. Baxın dostlar, vergi məcəlləsi 102.1.15-ci maddə. Bu maddə deyir ki, yarış baxmayaraq ki, beynəlxalq yarışda ancaq verən yerli idman klubudur. Yerli idman klubu da olduğuna görə beynəlxalq yarışlarda yerli idman klubunun verdiyindən azad olma yoxdur. Ona görə də yenə də gəlirə yazırıq, ümumi gəlirə yazırıq. 3000 ümumi gəlirə yazdıq. Ondan sonra 3000'i bu hissədə yazırıq. Ümumi cəlb olunan gəlirlər hissədə yazırıq. Ondan sonra ödəmə mənbəyində tutulmalı. 3000 vuraq 10%. Yəni yerli idman yarışı olduğuna görə 10%. Bu beynəlxalq idman yarışı olsaydı 14% olacaqdı. Sonra getdik. Sonra deyir ki, fiziki şəxsə hesabat ilinin yanvar ayında Rezident Bankda milli valyutada 9 ay müddətinə yerləşdirdiyi əmanət üzrə bank tərəfindən aylıq 500 manat olmaqla faiz gəliri hesablanmış və müddətin sonları qanunvericiliyə müvafiq olaraq ödənmişdir. Vergi məcəlləsi 102.1.22.23-cü maddə. Bu maddə nə deyir? Bu maddə deyir ki, 18 aya kimi verilmiş əmanətlər 200 manat azad olması var. 200 manat çıxırır, yerdə qalan məbləğ ÖMV-yə cəlb olunur. Burada da deməli 4500 manat yazırıq bura. Ümumi gəlir hissəyə yazırıq. Sonra 1800 manatı 900 vuraq 200, yəni ki, bu qədəri azaddır. 900 vuraq 200 elədi 1800 manat. Ondan sonra 4500'dən çıxırıq 1800 manatı eləyir 2700 manat. 2700 manat. 2000 manatı buradan çıxardıq. Ondan sonra 2700 də vurduq 10%'ə. Bu hissəyə düzəliş eləyək. 800'dan çıxardıq. Bu qədər dostlar. Qeyri-sahibkarlıq hissəsində həll eləmiş olduq. Təşəkkür edirəm diqqətinizə görə. Ümid edirəm ki, bir faydası oldu.